həkimləri doktoru, Nərgiz Tibb Mərkəzinin baş həkimi, Azərbaycan Fitoterapevtlər İctimai Birliyinin sədri Məlahət Qəhrəmanova bizlə bərabərdir. Xoş gəlmişsiniz, doktor. Çox sağ olun, təşəkkür eləyirəm. Mən də çox sevirəm bu verilişi. Gələndə həmişə çox həvəslə gəlirəm. Var olasınız. Və bütün aktual məsələlər tibbi veriliş olduğu üçün burada tibbə aid olan bütün istədiyimiz qədər, istədiyimiz informasiyanı verə bilirik. Nə yaxşı ki varsınız və bu qədər işin içindən, bu qədər gərgin qrafiklə çalışırsınız. Hər kəs bunu bilir. Maşallah olsun. Allah sizə can sağlığı versin və bizim Məlahət xanım 4 kitabın müəllifidir. 23 patentə sahibdir. 20 dekabr 2022-ci ildə İngiltərədə Oxford Liderlər Sammitində ixtiralarına görə Oxford Birliyinin fəxri professoru diplomu ilə və qızıl medalı ilə təltif olunub. 6 mart 2023-cü ildə Prezident cənab İlham Əliyev tərəfindən tərəqqi medalına layiq görülüb və onun çalışdığı komandanı buradan salamlayıram. Nərgiz Tibb Mərkəzi və əziz Gəncəlilər, bax indi Gəncədən bizi salamlayır, Əli bəy bizi salamlayır. Deyir ki, hamı da sizdən və sizin verilişdən razıdır. Allah uzun ömür, can sağlığı versin. Əli bəy, təşəkkür eləyirik. Bütün Gəncəni və Gəncəliləri buradan salamlayıram. Çox aktiv şəkildə verilişimizi izləyirlər, rəy yazırlar daim. Və inşallah, əziz Gəncəlilər, Nərgiz Tibb Mərkəzi başda Məlahət Qəhrəmanova olmaqla dekabrın 13-cü tarixində Gəncəyə gəlir. Gəncədə qəbul keçirəcək və artıq neçənci qəbuldur ki, Gəncədə olacaq. Mən gördüm, bizim məsəndə izləyirdim, məndən də danışdınız. Çox sağ olun. Və vurğuladınız ki, elə müalicələr var ki, o müalicələr davam etdirilməlidir. Məsələn, saçın müalicəsi olsun, parazitin müalicəsi bir dəfə ilə, bir ayla bitmir. Elə müalicələr var ki, qaraciyər, öd xəstəliklərdir, müəyyən gefatitlərdir. Məsələn, xroniki xolitsistitlərdir. Bunlar uzun müddət müalicə olmalıdır və ona görə də o kurs liçeniya, kurs müalicə 2 ay, 3 ay davam eləyə bilər. Ona görə biz ardıcıllıqla gedirik və bu arada Lənkərandan çox bizi çağırırlar, çox deyirlər. Yaxınlarda inşallah qərar vermişik ki, yenə də Lənkəranda olacaq inşallah Allahın köməliyi ilə. Qubadır, Gəncədir, Lənkərandır. Çox bölgələrdən yazırlar, amma biz çalışacaq ki, gücümüz çatdığı qədər elə mərkəz seçək ki, hər kəsə yaxın bir mərkəz olsun və hamımıza buradan can sağlığı arzulayıram. Bugünkü mövzumuz da parazitar xəstəliklər olacaq. Bəli, nə gözəl parazitar xəstəliklərdən danışacağıq. Həmçinin öd qaraciyər, mədə bağırsaq, dəri və saç xəstəliklərindən əziyyət çəkənlər də suallarını yazıb göndərə bilərlər. Bilirsiniz ki, dəyərli Məlahət xanım, artıq 20 ildən artıqdır ki, Nərgiz Tibb Mərkəzi ilə bərabər pasientlərinin sağlamlığının keşiyində dayanır və təbii müalicələrlə məşhurdur bu klinika. Ekranlarda görürsünüz hal-hazırda. Orada parazitologiya şöbəsinin açılışı kadrlarını da izlədiniz və mən çox sevinirəm ki, artıq bütün dünyada parazitar xəstəliklər deyəndə, yəni əvvəllər biraz buna belə də dırnaq arası baxırdılar. Bəli, amma bugün bu çox gündəmdədir. Bəli, bütün dünya hal-hazırda bunu araşdırır. Bunu nəyə görə çox gündəmə gətirir? Mən illərdir bunun üzərində çalışdım. Həmişə deyirdim ki, bu sahənin inkişafı lazımdır. Bu sahədə güclü inkişaf olmalıdır. Çünki bir çox xəstəliklərin törədicisidir. Çünki parazitar xəstəlik dedikdə, yəni qurd xəstəliyi tək qurd dəridə də olur, şaş dibində də olur, orqanizmin bütün nahiyələrində kiprikdə də olur, gözünçündə də olur. Demodex, yəni onlar hamısı parazitlərin növləridir. Parazitar xəstəliklər çox geniş bir sahədir. Bir çox infeksiyaların törətməsində də məhz parazitlərin rolu böyükdür. Bəzən səbəbsiz o qədər məsələn insanlar müalicələr aparır. İstər mədə bağırsaq sistemi olsun, istər sinir sistemi olsun, istər məsələn öd qaraciyər xəstəliklərində uzun müddət müalicə alır, amma nəticəni almır. Axırda məlum olur ki, məsələn qurdu da var. Qurdu müalicəsindən sonra xəstə daha rahatlıqla müalicəsini apara bilir. Baxın, götürək, parazitlərin növləri çoxdur. Parazitlərin növləri, məsələn, bilirik ki, parazitlər 3 qrupa bölünür. Sorucu qurdlar var, məsələn, lent şəkillilər var və yadımdan çıxdı. Olur, doktor. Bu qurd növlərinin hamısı demək olar ki, orqanizmdə parazitlik etdiyi zaman girdə qurdlar. Girdə qurdlar. Bəli. Mən istəyirəm ki, biraz tibbi terminləri daha aydın işlədim ki, insanlar bizi daha çox həkimlərdən çox
demək olar ki, valideynlər, ailələr, ata-analar dinləyir və buna da çox önəm verirəm ki, onlar bizim bu maarifləndirici verilişimizdən özlərinə lazım olan hissə. Məsələn, çoxu gəlir mənə deyir ki, Zaurun verilişindən gəlmişəm, Zaurun verilişinə baxdım, orada gördüm, orada eşitdim, oradan durdum, gəldim. İndi də Günayın verilişi çox dəbdədir. Üncümə, ancaq illərdir, hər gələn deyir ki, Zaurun verilişindən gəlmişəm. Əlbəttə də elə olmalıdır da, doktor. Bu indi tanınmazdır. Dünyanın harasından gəlsələr də... Nömrə birdir, bütün reytinqlərdə birinci yerdədir, elə olmalıdır. Bütün xarici ölkələrdən gələn, bütün hər bir kəs deyir ki, o verilişə baxıb gəlmişəm. Yəni, bunu nəyə görə deyirəm? İnsanların maariflənməsi üçün bu verilişlər önəmlidir. Amma biz gəlin belə danışaq da, parazitar xəstəlik dedikdə, bayaq çox gözəl dediniz ki, kipritdə demodekslər olur. Bu da parazitin bir növüdür. Tük dibində, qaşda, bədəndə, bədənin bütün tüklü nahiyələrində, sinə nahiyəsində, sebariyaların özündə də, istər məsələn, gənələr, bunların hamısı parazitlərin növləridir. Məsələn, demodeksinə gənələri çox vaxt qarışdırırlar. Yəni, bunlar hamısı parazitlərin növləridir. Bir də onu qeyd edim ki, insan elementləri insan orqanizmində parazitlik etdikdə mədə-bağırsaq sisteminə çox böyük zərər vurur. Birbaşa ali sinir sistemini zədələyir. Və onu qeyd edeyim ki, ləmbulyozlar da parazitlərin bir növüdür. Onlar ibtidailərə aiddir. Parazitlər deyəndə ləmbulyozlar da blastosisti bugün çox yaygın bir mövzudur. Bunlar, məsələn, blastosisti nazik bağırsaqda parazitlik edir. İnsanlarda çox vaxt ishala meyillilik yaradır. Amma insanlar bəzən onu qarın ağrı dərmanı içir, gedir mədə-bağırsaq müalicəsi aparır. Amma nəticə müvəqqəti olur və istənilən nəticə alınır. Dərmanı kəsən kimi yenidən başlayır. Ona görə belə xəstələr mütləq nəcis analizi verməlidirlər. Mən buradan yenə də səslənirəm və bir çox bizim check-up müayinələrimiz var. Evdə xidmət bugün fəaliyyət göstərir bizdə. Evdə xidmətdə ultrasəs müayinəsidir, kardioqrammadır, ekokardiografiya düzdür yoxdur, kardioqrammadır. Yəni nömrələrlə əlaqə saxlayıb bu xidməti sifariş edə bilirlər. Evdə çağırışlar da bugün klinikamızda var. Ekranda gördüyünüz nömrələr. Terapevtik müayinələr, laborator müayinələr, bunlardan da evdə xidmətdə hər kəs, məsələn, elə yataq xəstələri var ki, getmələri çətindir. Bunlarda, məsələn, olar. Parazitar xəstəliklərdən yayınmayım, qoy bugünkü mövzumuz odur. Yəni, əlavə reklamlarımız, elanlarımız var, onları siz deyirsiniz. Parazitlərin ən çox uşaqlara vurduğu zərər boyun inkişafdan qalması, ümumiyyətlə iştahın pozulması, ağızda qoxunun olması, göbək ətrafı sancıların olması, belə uşaqlarda ağız suyunun ifrazı. Bilirsiniz, bu simptomlar tək xəstəlik deyərək parazitar xəstəlikdə deyil, bir çox xəstəliklərdə də ola bilər. Ona görə dəqiq müayinə və müalicədən öncə dəqiq müayinə lazımdır. Müayinələrimiz çox yaygındır və çox geniş hərtərəfli aparılır. Parazitar xəstəliklər üçün yeni gətirdiyimiz panellər var. Həmin panellər vasitəsilə bütün növ qurdların təyini mümkündür və klinikamızda, laborator müayinələrdə həm qanda, həm nəcisdə, həm yaxmada bütün növ qurdların təyini mümkündür ki, bu da deyərdim ki, İnərgiz klinikasında olan yenilikdir ki, o nəcis panelində bütün növ qurdların aşkarlanması çox önəmlidir və valideynlərə buradan səslənirəm ki, gələn zaman mütləq nəcis analizi götürür. Bəzən xəstələr gəlirlər, nəcis analizi gətirmirlər. Nəcis analizi bir çox xəstəliklərdən xəbər verir. Amma son illərdə nəysə insanlar daha rahat üsulları sevirlər, daha tez rahatçılığı sevirlər, amma mütləq bunları da nəzərə almaq lazımdır. Əvvəlki dövrlərdə mən xatırlayıram, məktəblərdə belə bir analiz təyin olunurdu və il 6 aydan bir, ildə 2 dəfə gəlib həmin o bütün sinif uşaqlarından götürülürdü o analiz. O analizi gətirməyən uşağı sinifə buraxmırdılar. Amma indi valideynlər daha diqqətli, daha məsuliyyətli olmalıdırlar və bu müayinələrdən keçməlidirlər. Bu xəstəliklərin hansı fəsadları var? Baxın, elə qurd növləri var ki, deyərdim ki, qida borusuna yaxın, qida borusunda olur və xəstələrdə boğulma hissinin olmasını yaradır. Bu xəstəlik ən çox angilistoma qurdlarında, parazitində bu daha çox yaygındır
və bundan başqa belə xəstəliklər ən çox cənub bölgələrində Cəllabad, məsələn, Lənkəran, Astara, məsələn, Biləsuvar, Masallı, bu zonada daha çox bu parazit, angilistoma paraziti daha çox yaygındır. Məsələn, askaridozlar, askaridi olan xəstələr, onların əksəriyyəti deyərdim ki, bütün rayon əhalisində var. Amma ləmboliozlar ən çox şəhər əhalisinə daha yaxındır. Yəni, kənd təsərrüfatı və... Bəli, kənd təsərrüfatından torpaqda işləyən. Məsələn, xəstələr bu gigiyenik qaydalara nəzarət olunmadıqda, göyərtilərin təmiz yuyulmaması, meyvə tərəvəzin, çirkli əllər, getdikləri məsələn, yerlər var ki, orada məsələn, düzgün gigiyenik qaydaları, lap elə toyu deyək. Burada gizlin bir şey yoxdur ki, göyərti necə yuyulur, ya restoranlara, kafelərə gedirik, oradakı gigiyenik qaydalar nə səviyyədə, nə dərəcədədir. Biz evdə göyərtini bir 10 dəfə yuyuruq, süzürük, sirkəli suya qoyuruq, nə bilim, sodalı suya qoyuruq. Hamısının çox böyük rolu var. Çünki göyərti torpaqda olduğu üçün təmiz yuyulmalıdır, meyvə tərəvəz təmiz yuyulmalıdır. Uşaqlarda ən çox hansı problemi yaradır? Götürək haşnana qurtları. Haşnana qurtları cırtdan qurtlardır. Sudurqalara, epileptik tutmalara qədər gətirir. Uşaqlarda kəkələmə, uşaqlarda ani huşun itməsi, həddindən artıq agresiv, hiperaktiv olmasında məhz bəzi qurt növləri var ki, bunlar çox aktivdir və çox da xəstələrə zərər verir. Və ən çox, məsələn, askaritlərdən niyə danışırıq? Çünki Azərbaycanda bugün 2 analiz verirlər. Askaridə ləmbulə, başqa analiz, başqa qurt növlərini vermirlər. Amma başqa qurt növlərini də aşkarlamaq lazımdır. Çünki tez askarit ləmbulədən ibarət deyil. Azərbaycanda ən aktiv 25 növü var ki, onu bugün hal-hazırda gündəmdədir və 10 qurt növü çox aktivdir. Doktor, Nərgiz tibb mərkəzində bütün reaktivlər varmı? Bax, bu dediyiniz, bu qədər qurdu təyin etməkdən. Məsələn, trixanellanın özü bahalı reaktivdir. O qurdun reaktivi bahadır. Onu hər klinika almır. Biz parazitologiya mərkəzi olaraq onu almışıq ki, yəni gələn hər bir pasiyentdə istənilən xidməti normal göstərə bilər. Bax, belə də olmalıdır və hal-hazırda sual yazan valideynlər və böyük yaşda insanlar var, övladları ilə bağlı sual verən izləyicilərimiz var. Nərgiz tibb mərkəzinin baş həkimi, tibb elmləri doktoru Məlaət Qəhrəmanova bizlə bərabərdir. Əlaqə nömrəsini qeyd eləyirəm, 051-388-70-70 və şəhər nömrəsi də var, 012-541-70-70. Bir daha Gəncəllərə səslənirəm. Əziz Gəncəllər, dekabrın 13 tarixində Gəncə şəhəri Logos Psixoloji Mərkəzində nevropatoloq, kosmetoloq və tibb elmləri doktoru Məlaət Qəhrəmanova öd, qaraciyər, mədə, bağırsaq, parazitlər, dəri və saç xəstəliklərinin müayinə və müalicəsini keçirəcək. Gəncə və Gəncə ətrafında yaşayan hər kəs müraciət edə bilər. Əlaqə nömrələrini ekranlarda görürsünüz. Qısa aradan sonra doktorumuzda suallarınızla davam edəcəyik. Suallarınızı cavablayacaq həm parazitlər xəstəlikləri ilə, həm qaraciyər və öd xəstəlikləri ilə bağlı, saç tökülməsi ilə bağlı da suallarınızı yazıb göndərə bilərsiniz. Davam edirik. Hal-hazırda studiyamızın dəyərli həkim qonağı var. Yeni qoşulanlar üçün də onu bir daha təqdim etmək istəyirəm. Nərgiz tibb mərkəzinin baş həkimi, tibb elmləri doktoru Məlaət Qəhrəmanova bizlə bərabərdir. Xoş gördük doktor sizi bir daha. Çox sağ olun, təşəkkür edirəm, var olasınız. Siz var olun doktor və Gəncəllərə bir daha səslənmək istəyirəm. Dekabrın 13-də başda Məlaət Qəhrəmanova olmaqla Nərgiz tibb mərkəzinin həkim heyəti Gəncədə, Gəncə Logos Psixoloji Mərkəzində qəbul keçirəcək. Buyurub yazıla bilərsiniz. Yerlər məhduddur. Bir gün olduğuna görə əvvəlcədən yazılmağınız şərtdir. 051-388-70-70, 012-541-70-70. Doktor, və görüntülər gördüm. O görüntülər parazitologiya konfransından idi. Hansı ki, o konfransda siz də iştirak elədiniz. Bəli, konfransdan bir gün qabaq biz Vəli Axundov adına Tibbi Profilaktika İnstitutunda olduq və orada laborator müayinələrinə bir çox parazitlərin görüntülərini baxdıq və demək konferansdan öncə həmin institutda həmin canlı olaraq mikroskopik müayinələrə baxdıq. Bu çox önəmli idi. İlk həkimlər üçün çox maraqlı idi və mən onu özüm də çox sevdim ki, belə konferansların təşkili önəmlidir. Həkimlər bir-biri ilə bölüşür, həkimlər bir-biri ilə daha çox konsultasiya eləyir və daha önəmlidir bu cür konferansların keçirilməsi və ilk öncə praktik
o həkimlər burada daha çox məsələn öz təcrübələrini bölüşdülər. Biz mikroskopik müayinədə o parazitlərin, o qurdların görüntülərini, onların necə opisaniya formalarını və də yəni onların əlamətlərini və o qurdlara biz daha çox baxdıq və onları müzakirə elədik və sonra da səhərsi günü böyük bir konferansımız oldu. Və burada bu görüntülər də hamı üçün çox maraqlı idi həqiqətən də. Yəni çox gözəldir və bilirik ki, Nərgiz Tibb Mərkəzi 20 ildən artıqdır ki, bu sahədə peşəkarlaşıb. Bəli. Mən niyə bunları ən çox məsələn sevirəm ki, insanlar maariflənsin? Çünki parazitlər insan orqanizminə çox böyük zərər verir. İnsanlar əvvəllər neçə illər bundan öncə, mən qurd xəstəliklərindən danışanda hamı biraz belə təəccüblə, ironika ilə baxırdılar ki, niyə hər şey belə danışırsınız, hər şeyi qurdla bağlıyız. Amma illər keçdikcə hamı gördü ki, bu həqiqətən də belədir və bunu inkişaf elətdirmək, bunu həkimlərin, məsələn, bizim tibbi parazitologiya kitabımız, hörmətli professorumuz İbadullah Ağayev, bizim hörmətli epidemiolog, Respublika, bəli, baş epidemiolog ilə bir yerdə ərsəyə gətirdik bu kitabı. Bu kitab bütün həkimlərin stolüstü kitabı olmalıdır. Bəli, nə gözəl. Və bu son illərdə olan bütün yeniliklər o kitabda var. Və mənim patentlərim əsasında hazırlanmış məhsullar var ki, bu məhsullar da məhz parazitar xəstəliklərdə 5-ə yaxın patentim ləmblyozlardır. Məsələn, ümumi parazitlərin müalicəsində istifadə olunan parazitalgin siropumuzdur. Müxtəlif çaylardır. Bəli, insanlar bəzən mənə deyir ki, məsələn, saçla parazitin əlaqəsi, bunu qısa vurğulamaq istərdim. Saçla parazitin əlaqəsi çox böyükdür. Baxın, insan orqanizmində əgər hər hansı bir parazit varsa, immun sistemi zəiflədir, vitamin balansını çöktürür, ümumi orqanizmdə sinir sistemini pozur, mədə-bağırsaq sisteminə zərər verir. Bundan o yana nə lazımdır? Bunların hər biri də saça öz təsirini göstərir. Saçın tökülməsində qurdun çox böyük rolu, vitamin balansının zəif olması, stres faktorunun artması, həzm prosesinin normal olmaması, həzm olmadıqda nə olacaq? Mədə-bağırsaqda lazım olan vitaminlər əgər orqanizmə sorulmursa, təbii ki, saç töküləcək. Ona görə bütün xəstəliklərdə diaqnostika çox önəmlidir. Doktor, bax, parazitar xəstəliklərdən danışırıq. Öd qaraciyər problemləri yaşayan insanlar var. Mən istəyirəm ki, parazitar xəstəliklərlə öd qaraciyər problemlərinin bağlılığından danışaq. Çox gözəl sualdır. Qaraciyərin də bilirik ki, exnokoklar olur. Qaraciyərdə askaridozlar qapı venasına qədər gəlir. Bir çox parazit növləri var ki, qaraciyərdə öz toksik təsirini göstərir. Qaraciyərin yüklənməsində, vitamin balansının zəif olmasında, sorulma prosesinin olmaması məhz qaraciyər ödə öz təsirini göstərə bilir. Ödün funksiyasının pozulmasında ləmblyozların birbaşa rolu var. Ləmblia paraziti özü, biz qurd demirik ona, parazit deyirik. Çünki ləmblyozlar bir hüceyrələrə aiddir və ibtidailər olduğu üçün bunlar parazitin bir növüdür. Amma parazitlərdə, ən çox ləmblyozlarda ləmblia öd kisəsinin funksiyası pozulur. Ləmblia selik formasında olduğu üçün öddə seliyin miqdarı artır. Öd yaxşı süzülmədikdə təbii ki, həzm prosesi də pozulur. Bunların hamısının bir-biri ilə çox sıx əlaqəsi var və istənilən qədər orqanizmə zərər verə bilir. Öd kisəsinin funksiyası pozulduqda həzm prosesi pozulur və həzm prosesi pozulduqda da sorulma qabiliyyəti normal olmadığı üçün bağırsaqlarda müəyyən mineral və vitaminlərin çatışmamazlığı yaranır. Bundan başqa öd kisəsinin funksiyasında əgər öd kisəsinin funksiyası pozulursa... Məsələn, deyirlər, durğunluq var ödümdə. Bəli, durğunluq o tam deyərdim ki, ödün fəaliyyətinin itirilməsi deməkdir. Durğunluq çox xəstələrdə aşırı qəbizliyə meyillik yaradır. Sinir sistemini pozur. Ona görə belə yaşlı nəsildə
həmişə deyirik ki, qəbizlik aradan qaldırılmalıdır. Çünki qəbizliyin çox böyük rolu var insan orqanizmində. Doktor, indi yaşlı nəsil deyirsiniz, amma valla ətrafımda olan bir çox gənc yaşlı insanlar da bu problemlərdən əziyyət çəkirlər, bu əlamətlərdən əziyyət çəkirlər. Xüsusən öd durğunluğu ilə bağlı, yeməkdən sonra yeyirəm, köp qaz yaranır. Yüzlərlə belə suallar alırıq gün ərzində gənc insanlardan. Qaraciyərin ödün funksiyasının pozulmasında da parazitlərin rolu var. Əgər bağırsaqlarda sorulma prosesi normal deyilsə, qəbizlik yaranırsa, o toksik maddələr təkrar qana sorularaq qaraciyərə ötürülür. Qaraciyərin funksiyasına mane olur və qaraciyərdə yüklənmə müşahidə olunur. Və biz pi infiltrasiyasını biz həmişə əlaqələndiririk ki, məsələn, qida ilə. Dediyiniz durğun həyat tərzi də ona təsir edir. Durğun həyat tərzinin özü qaraciyərdə də, öddə də, mədə bağırsaqda da çox böyük rolu var və xəstələrdə aşırı, deyərdim ki, qəbizlik və sinir sistemində gərginlik yaradır ki, bunu da düzgün müalicə etmədikdə başqa daha ağır fəsadlara gətirib çıxara bilir. Ona görə də daha diqqətli olmalıyıq sağlamlığımıza, biganə qalmayaq sağlamlığımıza. Orqanizmimiz bizə siqnal verir. Çox önəmlidir. Bugün qida rasionu insanlarda çox zəifdir və ən çox da keyfiyyətsiz qida daha çoxdur. Bunu bayaqla bir dənə xəstəm gəlib deyir, doktor, mən sizə həmişə qulaq asıram. O sözünüz çox xoşuma gəlir ki, həmişə deyirsiniz, qida rasionunuz normal olmalıdır. Baxın, biz Sovetlər devrində orqanizmin gündəlik kalorajı hesablanırdı. Kaloraj nədir? Gündəlik orqanizmə hansı vitaminlər nə qədər lazımdır. Amma baxın, gün ərzində yediyimiz qidalar nədir? Əgər fast foodlardan istifadə edirsinizsə, demək olar ki, tam keyfiyyətsiz qidadan istifadə etmiş olursunuz. Çünki fast food yeməkləri təcili ayaqüstü hazırlanmış bir məhsuldur. Onu gündəlik həyatımıza daxil etmək düzgün deyil. Və bax, bir xanım yazır hal-hazırda, söylüyor ki, 23 yaşım var. Doktorun qurd xəstəlikləri ilə bağlı dediyi əlamətlər məndə də müşahidə olunur. Bu yaşda məndə qurd ola bilərmi? Dəfələrlə bu barədə danışmışıq, amma istəyirəm ki, bu sualı bir də verək. İnsanlar deyə bilər. Mən yenə deyirəm buradan, 80 yaşında da, 90 yaşında da, 100 yaşı belə insan yaşasa, parazit ola bilər. Parazitin olmağı o demək deyil ki, sən elə otur hamıda var gözdə. İnsan orqanizminə çox böyük fəsadlar verir və zərər verə bilir. Ona görə müalicəni aparmamışdan öncə çalışın, mütləq həkim qəbulunda olun və qəbulda sizə lazım olan müayinələrdən keçməyi tövsiyə edirik. Aha, bax, bir izləyicimiz soruşur ki, parazitar infeksiyalardan şübhələnirəm, amma tam gigiyenik qaydalara əməl edirəm. Bu parazitar xəstəliklər mənə hansı yolla yoluxa bilər? Hər şeylə. Baxın, insanlar fikirləşir ki, təmizliyə riayət edirəm, təmizəm məndə qurd ola bilməz. O yanlış fikirdir. Getdiyiniz toyda, oturduğunuz nişanda, hər restoranda, yerdə, restoranda, kafedə, hara getsəniz, heç kimi siz kontrol edə bilməzsiniz. Amma o baxımdan da təbii ki, bu yoluxma çox rahat olur. Yəni, hər an hər kəs yoluxa bilər. Heç kim sığortalana bilməz. Hər kəs istənilən anda yoluxa bilər. Yəni, tam olaraq gigiyenik qaydalara əməl etsəz də ev şəraitində, amma çölə də çıxırsınız, işə gedirsiniz, kiminsə bir fincanından çay içirsiniz. Bəzən evində o fincanı ayırıb qoyan insanlar var, amma küçədə gedəndə qarşısına çay qoyurlar, onu içir. Mən o insanlara sual verirəm ki, bəs yaxşı, evdə ailə üzvlərinin, ananın, atanın stəkanından çay içmirsən. Necə olur ki, gedirsən restoranda o stəkandan içirsən? O gülməlidir. Doğrudan da gülməlidir bu. Yox, indi psixoloji insanlarda bugün bir şey var ki, sağlamlıq ancaq evdə ola bilər, amma unuduruq getdiyimiz yerləri. Yəni, istənilən insan istənilən vaxtda hər yerdə yoluxa bilər. Heç kim bundan sığortalanmayıb. Və doktor, qaraciyər piylənməsi ilə bağlı baxıram, qaynar xəttimizdə də suallar var, Instagram qaraciyər səhifəmizdə də bu barədə piylənməsi bugün danışaq. çox qlobal bir mövzudur. Qaraciyər pi infiltrasiyası ilə ultrasəs müayinəsi zamanı çox insanlarda müşahidə olunur. Məsələn, görürsən, ultrasəs müayinəsi zamanı həkim deyir, qaraciyərinizdə kalsinatlar var, hemangioma ola bilər. Bəzən görürsünüz ki, belə xəstələr xroniki hepatitlər ola bilər. Xroniki hepatitlər nədir?
uşaq vaxtı hardasa deyirsiniz ki, keçirdiyiniz sarılıq xəstəliyi, botki xəstəliyi, siz elə bilirsiniz, sağalmışsınız. Amma bunu ildə 2 dəfə ən azı müalicə almaq lazımdır. Qaraciyər sınaqlarını mütləq qoymaq lazımdır, baxmaq lazımdır. Bunları düzgün eləmədikdə sonradan təbii ki, başqa fəsadlar yarana bilir. Qaraciyərin funksiyasının pozulması ən çox kobud qida, düzgün qidalanmama, infeksion xəstəliklər, parazitar xəstəliklər qaraciyəri yüklüyür və qaraciyərdə müəyyən fəsadların yaranmasına, dediyiniz pi infiltrasiyası kalsinatların yaranmasına gətirib çıxara bilər. Doktor, saç tökülməsi ilə də bağlı izləyicilərimiz sual verirlər. Rübab adlı bir izləyicimiz Instagram səhifəmizə yazıb və sualın oxunmasını istəyir. 19 yaşım var deyir, saçım həddindən artıq çox tökülür. Səbəbi nə ola bilər? Məlahət xanım zəhmət olmasa cavablayardı, deyir doktordan soruşun. Buyurun doktor. Saçın tökülməsi həqiqətən bugün qlobal mövzudur. İlk öncə xanıma onu tövsiyə edərdim ki, vitamin balansını yoxlasın, parazitləri yoxlasın, hormonlarını yoxlasın, şitavitka deyirik, zobu yoxlasın. Yəni, bir şeyi yaddan çıxarmaq olmaz ki, bütün buradan insanlara səslənirəm. Heç vaxt yadınızdan çıxartmayın ki, sizin saçınızın tökülməsi saçdandır ya yerli olaraqdır. Bu, mütləq daxildən xəbər verir. Daxili orqanlarda gedən patologiyalardan saç birbaşa xəbər verir ki, adi narkoz alırlar, vitamin çatışmamazlığı olanda saç niyə tökülür? Demək, saç normal qidalanmır. Ona görə mütləq çalışın. Nəticələrə baxın, şəkillərə baxın. Bax, bu xanımı göstərək zəhmət olmasa, bundan əvvəlkini. Baxın, saç var, amma o dərəcədə yox. Hələ bunlar indi çox gözəldir. Bunlar biraz köhnə kadrlardır. Bu, yəni müalicədən bir az sonra çəkilən fotolardır. Ola bilər, 8 ay, 1 ildə sonra var. 1 il, 2 ay da sonra çəkilə bilər. Məsələn, 6 ay sonra çəkilə bilər. Məsələn, mən Bizim Ləsən verilişində dəfələrlə şahid olmuşam ki, dünyanın bir çox ölkələrində bax, bu saç tökülməsinin müalicəsinin çarəsini tapa bilməyən insanlar olub. Məlahət xanım onları sözünün əsl mənasında həyata qaytarıb. Çünki bu da bir, bax, uşağın qaşları da yoxdur, saçı da yoxdur. Tamamilə. Bu uşaq məktəbə necə getsin, necə kompleks keçirməsin? Amma insanlar bəzən saçı o qədər rahat müalicəsi hesab edirlər. Kimin ki saçı var onlar, kimin ki saçı yoxdur. Bilirsiniz necə? Onlar elə bilir ki, hər hansı bir maskanı qoyacaq, saçı düzələcək. Sağlam saça parlaqlıq baxacaqlar, haradasa nəsə satılır, alıb eləyəcək, mənim saçım da belə olacaq. Elə bir şey yoxdur. Ona görə ki, saçın tökülməsi daxili orqanlarla əlaqəlidir və daxildə gedən problemlər normal olmadığınca istənilən nəticəni almaq mümkün deyil. Bax, ona görə də, bax, izləyicimiz artıq təşəkkürünü yazdı, o Rübab dedim. Çox aktivdirlər izləyicilərimiz, sualı verirlər, dinləyirlər, sonra da təşəkkürlərini yazırlar. Biz sizə təşəkkür edirik bu aktivliyiniz üçün. Var olasınız. Bax, 13 yaşım var, bir izləyicimiz yazır, o da saç tökülməsindən əziyyət çəkir. Doktorumuza müraciət edə bilərsiniz. İstənilən yaş qrupundan olan uşaqlar və böyüklər bir yaş həddi yoxdur. Çünki Məlahət xanımın işləri göz qarşısındadır. 20 ildir ki, artıq bu insan nəticələrlə danışır. Yəni, əsas olan nəticələrdir. Onu da çox gözəl şəkildə təqdim edir Məlahət xanım. Bunu da qeyd edək ki, saç tökülməsi tək saçın problemi deyil. Bəzən dəri sağlam olmadıqda da saç tökülə bilər. Çünki bugün müraciət edilənlərin əksəriyyətində saç dibində qızartı var, yağlılıq var, qabıq var, kəpək var. Yəni, ütü fenləri təbii ki, saçı məhv eləyir. Bax, məsələn, mən hər gün istifadə edirəm, elə sevinirəm ki, saçımda elə 20 ildir ki, hər gün hazırlaş, təbii ki, onun özünün də çox böyük təsir var. Gəncənin də bir dənə xatırlatma eləmək istərdik. Gəncəllər elə yazırlar bizə. Gəncədən bir izləyicimiz yazır, səpkilərlə bağlı yazır. Elə səslənəcəkdim ona da ki, bax, Məlahət xanım özü gəlir Gəncəyə, işinizi rahatlaşdırır. O boyda məsafəni qət eləməyə ehtiyacı yoxdur. Bəli, həftənin şənbə günü, dekabr ayının 13-də dəyərli Məlahət xanım, həmçinin Nərgiz Klinikasının həkim kollektivi, Gəncə şəhəri Logos Psixoloji Mərkəzdə nevropatoloq, kosmetoloq və tibb elmləri doktoru Məlahət Qəhrəmanova başda olmaqla öd qaraciyər, mədə bağırsaq, parazitar, dəri və saç xəstəliklərinin müayinə və müalicəsini keçirəcək. Təbii ki, həm Gəncə, həm də Gəncə ətrafında,
yaşayan rayonlar, bölgələrimiz, qəsəbələrimiz də qoşula bilərlər. Amma qəbul bir gün olduğuna görə əvvəlcədən yazılın. Sonra deməyin ki, getdik ora, qəbula yazıla bilmədi. Çünki saat və saat yazılır və təbii ki, siz də qoşula bilərsiniz. 051 388 70 70. Mən bilirəm, Məlahət xanımın ürəyi dözmür. Qəbul qutarsa da yenə o gələnləri qəbul edir. Gələni tam axıracan qəbul eləməmiş biz çıxa bilmərik. Təbii ki, insanlar ümidlə gəlir sonra. Biz onu hər tərəfli müayinə edirik, hər tərəfli müalicələrini veririk və qəbullarımızı da gələn xəstələrdə heç birini geri qaytarmırıq. Ada Azər bizə yazır. Deyir, salam Günay xanım, xahiş edirəm doktora sualımı ünvanlayın. Mənim saçımın dibində dəri xəstəliyi var, kəpək kimi də olur və yeri qızarır. Bunu aradan qaldırmaq mümkündür. Təbii ki, aradan qaldırmaq mümkündür. Onun üçün Nərgiz gel və balzamını ala bilərsiniz. Logos Psixoloji Nitq İnkişaf Mərkəzində, Gəncədə hər kəs oradan əldə eləyə bilər. Amma Bakıda da elə Nərgiz klinikası bir dənədir. Heç yerdə filialı yoxdur. Heç yerdə Nərgiz klinikası yoxdur. Yəni Nərgiz klinikası yalnız bir ünvandadır. O da Tibb Universitetinin aşağısında, yəni keçmiş TQK-nın yanındadır. Hər kəs ora müraciət eləyə bilər. Və öd problemləri ilə bağlı yazanlara səslənirəm. Qaraciyərdən danışdıq, elə öd problemlərinə də toxundu və ödün yuyulması proseduru haqqında qısa olaraq istəyirəm doktor məlumat verəsiniz. Bəli, ödün yuyulma proseduru çox önəmlidir. İnsan orqanizmində olan bütün toksiki maddələr, şlakları tam təmizləyir. Burada sistematik müalicə gedir. İlk öncə qaraciyərin funksiyası bərpa olur. Qaraciyərin funksiyası deyəndə nədir? Qaraciyərin detoksu təmizlənməsi olur. Öd yolları, ödaxarı təmizlənir. Ödlük özü təmizlənir. Mədə altı vəz təmizlənir. Bu prosedurda 5 orqan tam olaraq sağlamlaşa bilir. Mədə altı vəz, həmçinin də mədə bağırsaq sistemi tamamilə bütün toksik maddələrdən, şlaklardan, yəni o toksik maddələrdən tam olaraq azad ola bilir. Prosedur zamanı aparılan, verilən çaylar hamısı təbiidir. Heç bir zontlamadan istifadə olunmur. Hər kəs rahatlıqla bu proseduru eləyə bilər. Və insanın üzü tamamilə açılır. Sizi hardasa görəndə deyəcək, nə proseduru etdirmirsən? Dərin par-par parıldayır. Üzün sanki, yəni çox gənc görünürsən və bu prosedurları etdirmək istəyənlər, xüsusən də üzündə ləkə olan insanlara da səslənirəm. Bəli, qaraciyərin təmizlənməsi, öd yollarının təmizlənməsi, ləkə olan insanlarda ləkələr bu aylarda müalicə olunmalıdır. Bu aylarda eləmirsiniz, mayda, avqustda gələndə, onda günəş aktiv olduğu üçün o ləkələri tam müalicə eləmək mümkün olmur. Amma bizdə məsələn Patona lazer aparatı var, Plexer Plus var. Bunların hamısı ilə həmin prosedurları aparmaq çox rahatdır. Doktor, demək olar ki, bütün belə deyim mövzulara toxunduq sayənizdə. Hardan sual verdimsə, siz hardan sual verdinizsə, doktor hamısını cavabladı. Mən dəyərli Məlahət xanıma təşəkkür eləyirəm gəlişi üçün. Çox sağ olun, var olasınız. Nə yaxşı ki varsınız. Uğurlar arzuluyorum. Dekabrın 13-də Gəncəyə gedəcəksiniz. İnşallah yolunuz uğurlu, açıq olsun və bir daha qeyd edim, Nərgiz Tibb Mərkəzinin baş həkimi, tibb elmləri doktoru Məlahət Qəhrəmanova bizlə bərabər idi. Bu, bizə verilən vaxt ərzində çalışdıq ki, suallarınızı səsləndirək. Amma ola bilər, hər hansı birinizin sualı gözümdən qaçar. Məndən inciməyin, doktorumuzun özü ilə əlaqə saxlayın. İnanın, bu nömrələrlə əlaqə saxlayacaqsınızsa, bütün suallarınız cavablandırılacaq. Heç narahat olmayın. 051 388 70 70 012 541 70 70 və Nərgiz Tibb Mərkəzinin ünvanını məndən soruşanlara bir daha səsləndirirəm. Sabit Rəhman küçəsi 11-də yerləşir. Bakıda TQDK-nın yanında yerləşir. Bu mərkəz. Sonda sizə təşəkkür eləyirəm.